Şəhid Muxtar Qasım Nuxtazlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri 310-318 nömrəli tam orta məktəbin ilk sinfinə qədəm qoyub. 2009-cu ildə məktəbi bitirib. Erkən yaşlarından idmana böyük marağı olub. Əzmi, iradəsi onu daim irəli aparıb. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında kickboksing fakültəsi üzrə bakalavr təhsili alıb. Dəfələrlə yarışlarda iştirak edib mükafatlar qazanıb. 27 oktyabr 2019-cu ildə isə fitness üzrə Azərbaycan çempionu adına layiq görülüb. 2013-cü ildə Gədəbəy rayonunda Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini davam etdirərkən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabitlik kursunu uğurla bitirib. 2014-cü ildə ordu sıralarından ehtiyata buraxılıb. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Füzuli istiqamətində döyüşlərə qatılıb. Oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə əskər yoldaşlarını döyüş meydanından çıxararkən qəhrəmancasına şəhid olub. Muxtar Qasımlı Bakı şəhəri Qala qəbristanlığında dəfn edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda göstərdiyi igidliyə görə o aşağıdakı mükafatlarla təltif edilib. Vətən uğrunda medalı, İgidliyə görə medalı, Füzulinin azad olunmasına görə medalı, Xocavəndin azad olunmasına görə medalı, 3-cü dərəcəli vətənə xidmətə görə ordeni. Bu ad bir ömürlük şərəfdir. Şəhid Muxtar Qasımlı ruhu şad olsun.